Bir ailə yemək masası arxasına əyləşib yeməyə hazırlaşırdılar. Gəlin yemək masasından bir tikə çörək götürüb kiçik oğluna verdi ki, apar bunu ver nənənə, qoy nənən yesin. Nənə də şikəst arabasında kənarda əyləşmişdi. Onu süfrəyə dəvət etmirdilər. Və uşaq çörək parçasını alıb, süfrədən bir tikə də qızarmış ət parçası götürüb nənəsinə sarı qaçdı. Bunu görən gəlin oğlunun arxasınca qaçıb ət parçasını onun əlindən alır. Və oğluna acıqlanır ki, bəs sənə demədim ki, çörəyi apar ver nənənə, sən niyə ət parçasını götürüb aparırsan? Və çörəyi oğlanın əlindən alıb qaynanasının üstünə atır. Bu zaman arvadın oğlu süfrədən səslənir ki, bəs yemək soyuyur, gəlin əyləşin yeməyimizi yeyək. Bunlar geri qayıdıb süfrədə əyləşirlər. Qaynana da çörəkdən boş çörəyi kəsib ağzına qoyub yer və yavaş səslə, yalvarışı səslə gəlinə müraciət edir ki, heç olmasa da mənə biraz turşu verginə. Gəlin gözlərin qaynanasına sarı süzdürüb eqaizcəsinə bir hissə turşu götürüb qaynanasına fırladır. Bunu görən kiçik uşaq anasına deyir ki, ana sən nənəmə qarşı düzgün hərəkət eləmirsən. Anası buna cavab verməmiş, oğlanın atası dillənir ki, sən sakit otur yeməyini yiyib, böyüklərin işinə qarışma inan. Bu nəvənin nənəsinə hörməti, oğlun anasına hörmətinə fikir verin. Və elə bu anda bir neçə ay anasının yanına gəlib dəyə bilməyən böyük oğlu əlində sumkalarla, hədiyyə sumkaları ilə qapını açıb içəri daxil olur otağa. Anasının bu halını görən böyük oğlu əlindəki sumkalar əlindən